Salam dostlar. İndi isə sizə participle to haqqında, fe'li sifət haqqında məlumat verəcəm. Participle to qaydalı fe'llərdə id ilə, qaydasız fe'llərdə isə kökündən dəyişərək verb 3 formasında olur. Azərbaycan dilində mış-mış, imiş-imiş ən kimi tərcümə olunur. Bu məchul anlam verir. Participle to'nun imtahanda asan tapmağın ipucularına diqqət yetirək. Aktiv, pasiv və bitmişlik məntiqi ən əsas fərqlərə baxaq. Biz bilirdik ki, participle one, ing-nin olanlar aktiv hərəkətdir və davam edir. The boiling water. Participle two isə passiv hərəkətdir və ya hərəkət bitdi. The boiled water, qaynadılmış və yaxud da qaynamış su. Reduces relative clause'larda ixtisar olunmuş təyin budaq cümlələrində. Əgər isimdən dərhal sonra fe'lin 3-cü forması, verb 3 forması gəlirsə, bu 100% participle to'dur. Example-a baxaq. The letter written yesterday was lost. Cümlənin açılış forması belədir. The letter which was written yesterday. Cansız isimdir, which-lə verir, təkdə də was verib. Bunun reduced olunmuş, qısaldılmış formasıdır. Cümlənin əvvəlində pasiv mənalı ixtisarlar olur. Written in simple language, the book is easy to read. Cümlənin bütöv forması because it was written in simple language. Yerdə qalanı yerində qalır. Fikir verirsiniz, necə reduce olunub. Causative formalarda olan have, get, plus something, plus verb 3. Burada olan verb 3'lər participle to'dular. I had my hair cut. She got the room painted. Cut-la painted fe'lləri participle 2'dir. Participle 2'nin sintaktik vəzifələri təyin funksiyasında gedə bilər. A broken window. Səbəb şərt zərfliyi kimi ola bilər. Frightened by the noise. The child started to cry. Dangling participle, yəni asılı qalmış fe'li sifət tərkibi, bu miqlərə ən çox verilən suallardan birisidir. Fe'li sifət tərkibi cümlənin əvvəlində gələrsə, virgüldən sonra gələn mübtəda həmin fe'li sifətdəki hərəkəti özü icra etməlidir. Yəni, hər ikisinin mübtədası eyni şəxs olmalıdır. Səhv ifadə belədir. Walking down the street, a tree fell on him. Küçüdə yeriyən ağac deyil ki, deməli, bunun mübtədası ilə ikinci cümlənin mübtədası fərqlidirlər. Bəs düzgün variant necə olmalıdır? Walking down the street, he was hit by a falling tree. Yeriyən şəxs o idi. Absolute participle construction. Müstəqil fe'li sifət tərkibi. Fe'li sifət cümlənin mübtədasından fərqli, müstəqil bir ismə bağlanarsa, bu zaman fe'li sifət rolunda gedəcək. Example, the weather being fine, we went for a walk. Hava yaxşı olduğu üçün. The work finished. Everyone left the office. Fikri verirsiniz. Burada finished participle'dır. Video materialın sonunda mən sizlər üçün praktikal exercise özünüzü yoxlamaq üçün nümunələr vermişəm. Video materialı dayandırıb nümunələrə diqqətlə baxa bilərsiniz. Diqqətinizə görə sağ olun. Növbəti videoda görüşənə qədər videonu bəyənməyi və paylaşmağı unutmayın.